Gəlin, Qarabağın Çempionlar Liqasında Atletik Bilbao ilə qarşıdakı oyununa qısaca nəzər salaq. Deməli, Qarabağ Çempionlar Liqası qrupunda 3-cü oyununa çıxır, rəqib isə İspaniyanın Atletik klubu. Bilirsiniz, çoxları deyir ki, bu oyun Ağdam klubu üçün, məsələn, Lissabondakı Benfica maçından daha çətin olacaq. Niyə? Gəlin baxaq. Birincisi, baxmayaraq ki, Atletik, Chelsea, yəni Çempionlar Liqasına pis başlayıb, Arsenala, Dortmund Borussiyasına uduzublar, amma öz meydanları San Mamesdə orada tamam başqa komandadılar, daha güclüdülər. Onların oyun tərzi, necə deyim, daha çox fiziki gücə, cinahlardan çoxlu ötürmələrə söykənir. Yəni Qarabağ üçün Benfica oyunundakı kimi açıq sahələr çox güman ki olmayacaq. İkincisi, rəqibin əsas gücü kimlərdədir? Əlbəttə, Ulims qardaşları, Nikonun texnikası, Inyakinin sürəti çox təhlükəlidir. Sonra hücumçu Gorka Guruzeta cərimə meydançasında çox aktivdir. Oyxan Sanset oyunu yaxşı qurur. Alex Berengerin də cinahdan asmaları kəskindir. Bir də müdafiəçi Aymeric Laporte qayıdıb, bu da standart vəziyyətlərdə, yəni cərimə və künc zərbələrində onları daha da gücləndirir. Və nəhayət üçüncüsü, Qarabağ necə uğur qazana bilər? Baxın, əsas məsələlər bunlardır. Cinahları bağlamaq, cərimə meydançasının yaxınlığında qayda pozmamağa çalışmaq, çünki dedik axı, atletik standart vəziyyətlərdə güclüdür. Sonra fiziki mübarizələrdə hava toplarında üstün olmaq, rəqibin tempini aşağı salmaq və əlbəttə onların səhvlərindən maksimum yararlanmaq lazımdır. Yəni Lissabondakı o açıq oyundan fərqli olaraq bu dəfə daha çox dözüm, təzyiq altında oynamaq bacarığı tələb olunacaq. Bir sözlə Bilbao'da Qarabağı həqiqətən daha qapalı, fiziki güc tələb edən və taktiki cəhətdən çox intizamlı olmağı gərəkdirən bir oyun gözləyir.